Okey yoldaşlar, gəlin başlayaq. Deməli, bir dənə bu platformadan da papka yaratdım və onun içərisinə keçid elədim həmin Directory-ni. Directory-nin içində initdb SQL deyə bir dənə komanda yazmışam. SQL skriptidir. Bu Docker Compose faylının içində istifadə olunacaq. Docker Compose faylının içində database-i qaldıranda ya da bu skripti execute edir ki, Postgres qalxanda getsin avtomatik olaraq 2 dənə database yaratsın. Book tipi və House tipi. Bu House mikroservisinin database-idir. Bu isə Book servisinin database-idir. Docker Compose faylı standart Docker Compose faylıdır. Bunun içində bir neçə dənə servisin demək Docker Compose-u var. Bu lokal mühitdə development, rahat development eləyə bilək deyə, testimizi eləyə bilək deyə qaldırmışıq. Deməli, burada Postgres var, Redis var, Rabbit var, Conjure, Conjure'un Postgres database-i var, Conjure'un özü var, Conjure'un CLI-ı, House servis, Book servis, Nginx, Prometheus, Grafana, bu kimi toollarımız var. Birinci nə edirik? Docker Compose up eləyəcəyik, amma biz birinci istəyirəm sizə göstərim Nginx konfigurasiya faylının yazılması. Nginx konfigurasiya faylının yazılması üçün bir dənə Nginx adında ayrıca burada directory yaradacağam və həmin directory-nin içində yazacağam. Nginx directory-sinin içərisində deməli Nginx konfigurasiyanın içində Nginx conf faylı yaradıram və bunun içərisində konfigurasiyamı yazacağam. Birinci nə etmək lazımdır yoldaşlar? Birinci Nginx konfigurasiya faylını yazanda upstream servislərdən istifadə edəcəm. Upstream servis belə deyək də, sizdə backendin qruplarını təyin edir ki, adı nədir? Məndə belə bir server var. Sadəcə o servislərinizi təyin edirsiniz. Burada ola bilər ki, mən Nginx konfigurasiya faylını yaratdanda hansısa best practice-ləri bilməyim, gözümdən qaçmış olsun və yaxud ümumiyyətcə bilməyim. Yəni DevOps deyiləm, mən developerəm. Yəni ona görə də bu normal ola bilər. Mən sizə burada əsas məqsəd tam belə DevOps əsas cəhətdən best practice-lər olmasa da, ümumiyyətcə end-to-end flow-nu göstərmək istəyirəm ki, proses əslində necə gedir, Nginx konfigurasiya faylı necə yazılır, necə Kubernetes-ə deploy edilir və s. Nəysə, birinci upstream servis yazırıq. Bizdə 2 dənə servis olacaq. Biri out servisdir. Bu harda olacaq? Bu demək olacaq 80-81 portunda. Bir dənə upstream servis olacaq. Bu da olacaq book servis. Bu harda olacaq? Bu da olacaq server, book servis 80-82 portunda. Bu serverin yanında yazdığımız out servisdir. Sonra book servisi nədir yoldaşlar? Bunlar Docker Compose-dakı konteynerin adlarıdır. Və Kubernetes-in daxilində biz bunu Kubernetes-ə deploy eləyəndə Kubernetes-in daxilində internal DNS name'lərdir. Yəni burada servis adından birbaşa olaraq müraciət eləyə biləcəyik. Bu arada bu altdan xətt yox, trey olmalıdır. Bunu belə edirəm. Okay. 2 dənə upstream servisimizi yazdıq. Yazandan sonra nə etməliyik? Rate limit tətbiq eləməliyik yoldaşlar. Rate limit tətbiq eləmək üçün nə edirəm? İndi bunu izah eləyəcəm mən sizə. Burada nəsə səhv tapmışdı. Onu edit elədi, amma tutmadım açığı nə idisə. Burada limit request zone deyə bir şey olmalıdır bu. Buradan binary remote adresi götürürük. İndi izah eləyəcəm nədir. Zone verirəm. API limit on n red 30 request. Demək, bu nədir yoldaşlar? Bu bizdə rate limit tətbiq eləməyimizi işə yarayır. Burada yazdığımız bu dolların içindəki binary remote adres demək IP-sini götürmək üçün istifadə olunur. Client-ın IP-sini izləyir. Ondan sonra burada gördüyünüz zone bərabərdir API limit 10 megabayt. Bu nə edir? Burada təxminən şey üçün 10 megabayt limit ayırır. Bu məlumatların saxlanılması üçün. Bunu mən araşdırmışdım. Bu təxminən deyir ki, 10 megabayt təxminən 160 min IP eləyir. Bilmirəm nə dərəcədə düzgündür, onu araşdıra bilərsiniz. Ondan sonra burada yazılan 30 request deməkdir. S də saniyə.
Yəni request per second. Bu deməkdir ki, hər IP, yəni ümumiyyətcə bunu götürsək, hər IP saniyədə maksimum 30 sorğu göndərə bilər. Bu da bizdən nəyin qarşısını alır? DDoS atakın qarşısını alır, brute force atakın qarşısını alır. Yəni ümumi bu məntiqi ona görə yazmışıq ki, rate limit tətbiq edirik. Ondan sonra Nginx-in server konfiqurasiyalarına baxsaq, 80 portunu list eləyəcək. Bu 80 portu HTTP-dir yoldaşlar. Məsləhətdir ki, production-da HTTPS-dən istifadə eləyəsiniz. Mən burada demo proyekti deyə 80 portun list edirəm. Server name isə localhost kimi qeyd edirəm burada. Bir də burada çalışın ki, bu Java kimidir. Yəni hər line-ın arxasında semikolondan istifadə eləyəsiniz. İndi bu deyəsən bunu yazmadıq. Bu qurtardı, hə. Bu niyə belə eləyir? Reformat eləyəndə silir bunu. Nəysə, problem deyil, yaxşı. İndi nə edəcəm yoldaşlar? Security headerləri əlavə eləmək lazımdır. Gəlin bura hətta biz qeyd kimi götürək. Security headers. Birinci security headerimiz nədir? Header əlavə eləmək üçün add header parametrindən istifadə edirik. Birinci Xframe optionsdan istifadə edirik. Xframe options. Same origin. Burada always parameter yazın. Niyəsə mənə kömək eləmir. Bu nədir burada? Belə bir şey oldu. Deməli, bu səhvdir. Ayda səhv yerdə yazmışıq. Ona görə kömək eləmir. Deməli, bu upstream bu burada qurtarmalıdır. Request limit son burada olmalıdır. Bu burada olmalıdır. Ha, vəsyo. Xframe option deyə bir dənə header əlavə edirik yoldaşlar. Ondan sonra hamısını izah edəcəm. Ondan sonra başqa bir header əlavə edirəm. X content. Məsələ yoxdur, problem deyil. Options. Elə bildim kömək eləyəsə eləmədi. No sniff deyə. Onu da istəyirəm. Məsələn, gözləyirəm kömək eləsin, eləmir nəsə. Modblock, okey, bunu kömək elədi. Refer policy, strict origin when yox, bu başqa şey. Strict deyirəm. Origin, when cross origin always. Bunlar nədir yoldaşlar? Bunlar bizim ümumiyyətcə serverin içindən başladığım izah eləməyə. Birinci listen 80 yazmışam. Bu HTTP port 80-i dinləyir. Burada HTTPS yoxdur. Dediyim kimi production-da SSL əlavə eləməyimiz məsləhətdir. Amma biz demo proyekt yazırıq deyə burada 80 portunu dinləyirəm. Ondan sonra burada 4 dənə security header görürsünüz. Birinci header same origindir. Same origin nə üçün istifadə olunur yoldaşlar? Clickjacking deyə bir dənə anlayış var. Clickjacking anlayışı nədir? Yəni o necə qarşısı alınır? Bizdə hər hansı bir səhifə ola bilər. Həmin səhifədə yəni bizim saytımız ola bilər və həmin saytımız başqa bir domendə, saytda iframe olaraq açıla bilər. Bilirsiniz ki, frontda iframe anlayışı var. Iframe-in içinə bir dənə embedded URL verirsiniz. Həmin iframe-in içində o URL açılır. Biz sadəcə olaraq nə edirik? Həmin bu same origin-dən istifadə edərək bizim səhifəmizin, məsələn, həmin başqa bir domendə, iframe-in içində açılmasının qarşısını alırıq. Və həmin bu clickjacking-ə qarşı olan proses bu deməkdir. Yəni clickjacking bizim domenimizin, səhifəmizin başqa bir domendə, səhifədə iframe olaraq açılmasıdır. Biz bunun qarşısını alırıq. Onun üçün Xframe optionsa same origin always veririk. İkinci nədir yoldaşlar? No sniff. No sniff nədir? MIME sniffing anlayışını bilmirəm, eşitmisiniz yoxsa yox. MIME sniffing nədir? Contentin type-ını dəyişməkdir. Məsələn, tutaq ki, server bizdən tələb eləyir ki, mən text plain qəbul edirəm. Amma bizdə client fərqli bir content type göndərir. Məsələn, bir fayl göndərir və faylın içində bir dənə script var. Hansı ki, həmin script tutaq ki, hansısa bir hacking əməliyyatını icra edir. Biz bu no sniff-dən istifadə edərək nə edirik? Brauzerin MIME-ın tipini dəyişməsinə, fərqli MIME tipini göndərməyinə icazə vermirik. Məsələn, server tərəfdə deyirik ki, məsələn, tutaq ki, application JSON-dur və yaxud text plain-dir. Həmin client-ın başqa bir MIME tipi istifadə etməyinə icazə vermirik. XSS
protection nədir yoldaşlar? Mən bunu araşdıranda qarşıma çıxmışdı ki, bu köhnə brauzerlərdə istifadə olunur. Bu XSS problemi. Yeni brauzerlərdə istifadə olunmur. Bu cross-site scriptingdir. Onun üçün bunu bypass edirəm. Yəni bunu ümumiyyətlə yazmaya da bilərsiniz, amma yəni bu dediyim kimi modern brauzerlərin Chrome-dur, Firefox-dur, Safari-dir. Bunların əgər onlardan istifadə olunursa, bu header-a ehtiyac yoxdur. Amma dediyim kimi köhnə brauzerlərdə bu mütləq şəkildə bu filtr əlavə etmək lazımdır. Və dördüncüdə belə bir dənə refer policy var. Strict origin və cross origin. Bu refer məlumat sızıntısını azaldır sadəcə olaraq. Okey. Belədir yoldaşlar. Ondan sonra nə etməliyəm mən? Ondan sonra bizim passlərimizi verməliyəm API-yə. Demək bu serverdən hələ çıxmıram. Biz server üzərindən davam edirik. Demək birinci nə edirəm? Burada AUS servisdən başlayacağıq. Demək deyirəm AUS servis. Buradan location əlavə edirəm. API AUS, API AUS. Burada nə edirəm yoldaşlar? Burada reverse proxy'lərimi yazıram. Yəni deyirəm ki, mənə əgər API AUS başlığınla request gəlirsə, avtomatik olaraq nə edirəm? Elə öz kömək elədi, sağ olsun. Sorğunu AUS servisə göndərəcəm. Bura proxy pass'ı AUS servis vermişəm. Ondan sonra burada belə fikir versinizsə headerlarımız var. Hostdur, real IP-dir, forwarded for'dur, sonra protodur. Bunların hər birinin bir mənası var yoldaşlar. Burada biz baxsaq headerlara, məsəl üçün hostdan danışsaq, host nədir? Host bizim request'i göndərən hostun adını göstərir, yəni həmin məlumatı ötürür. X-real IP hansı IP-dən request gəlibsə, yəni client'ın əsl IP-sini göstərir. X forwarded for bu proxy zəncirindəki, yəni chainindəki bütün IP-lərin məlumatını göndərir. Bu X forwarded proto isə protokolun özünü göstərir ki, bu HTTP-dirmi, HTTPS-dirmi və s. Yəni bu kimi bizdə headerlar var. Bunları əlavə edirik. Bunları mən oxumuşdum. Yəni bunlar best practice-dir. Bunlar yəni mandatoridir ki, bunlar əlavə olunsun. Yəni AUS belədir. Yəni Books isə çox sadədir. Books da demək olar ki, bundan birə-bir eyni olacaq. Burada da Book üçün əlavə edirəm. API Books-a gələndə elə kakraz bu da lazım idi. Prosto bunu niyəsə yuxarıda əlavə eləmədi. Burada deyirəm ki, Book servis digər headerlarımı da əlavə edirəm. Və başqa bir şeyə ehtiyac yoxdur. Yoldaşlar, burada fikir verirsinizsə, belə bir dənə maraqlı şey təyin edibdir burada. Bu nədir? Burada indi bunu biz 10 eləməyək, 20 verək. Burada API limit qoyuruq. Bu bizim nə işimizə yarayır? Bu bizim o işimizə yarayır ki, buradakı yazdığımız burst partlama deməkdir də. Burst 20 o deməkdir ki, anlıq, yəni REST 1-dən requestlər çox gəlsə, anlıq 20 saniyə, 20 sorğuya qədər burst-a icazə veririk. Yəni anlıq 20 sorğunun gəlməsinə icazə veririk maksimum. Burada bunu veririk. Həmçinin gəlin bura da əlavə edirik. AUS-a əlavə eləməmişik onu. Limit request. Burada zone verək. API limit burst 20. Okay. Başqa burada nə qaldı? Baxaq. Proxy bunu əlavə elədik, bunu əlavə elədik və connection və read timeoutlarımızı əlavə eləyək. Onları əlavə eləməmişik. Bura proxy, read, timeout deyirəm, 30 saniyə. Proxy, connect timeout verirəm, bunda 10 saniyə veririm. Yuxarıdakına da əlavə eləsək yaxşı olar. Buna əlavə eləməmişik. Gəlin burada əlavə edək. Read timeoutlar filan konkret burada yazıram. Və burada belə başqa bir şey yoxdur. Demək olar ki, bunu əlavə elədik. İndi Swagger'in health checklərin demək şeylərini yazaq yoldaşlar. Deməli, Books-dan sonra Swagger yazıram. Deyirəm ki, AUS servisini, Swagger endpoint-in yazıram. Burada bir dənə location yazıram. Deyirəm AUS, Swagger UI-ya sorğu gəlibsə, get nə ilə? Proxy pass.
HTTP, AUS servis, Swagger UI bunlar ehtiyac. Bunu slash yox qoymamışıq, qabağına slash qoyaq. AUS servis Swagger UI sorğu gəlibsə, AUS servisin Swagger UI pəsinə göndər. Set header-da header-imizi əlavə edin. Lazım deyil. Bu verin. Ondan sonra book servisin Swagger. Bir də bunu bilirsiniz ki, Swagger'in API docs endpoint var. Onu da gəlin açaq. Deyirəm location, AUS, V3 API docs. API docs-a gələn sorğu isə V3 API docs-a gedəcək. AUS servis üçün. Bunu da əlavə edirik. Swagger belə, AUS servis üçün Swagger belədir. Yəni book servis üçün yazaq. Book Swagger UI-ya gəlirsə bura göndər, header əlavə elə. API docs üçün gələndə də sorğunu bura göndər. Swagger üçün də burada reverse proxy yazdıq. İndi bizdə health check-lər olmalıdır yoldaşlar. Health check Nginx-də yazmaq lazımdır. Burada yəni yazaq health check. Health check. Demək deyirəm location health. Deyirəm burada return eləsin 200. Content type text plain yox. Application JSON eləyək. Application JSON. Niyə belə eləyir? Okey, problemdir. Yaxşı. Belə bir şey return edirəm yoldaşlar. Bir də burada əlavə parametr var. Access log, demək off-dir. Burada loqlamanı prosto söndürürük. Bunu oxumuşdum ki, hər dəfə sorğu gedəndə harasa loq yazır. Həmin loqu söndürmək üçün parametrdən istifadə edirik. Ümumi Nginx konfigurasiya faylı bu qədərdir. Çək edirəm ki, başqa bizdə nəsə varmı, yoxsa yoxdurmu? Baxıram belə, bizdə şey konfigurasiyaları qalıb. Course-un konfigurasiyaları qalıb. Security header-dan security header-ın elə aşağısından gəlib yazaq. Kritik deyil burada yazmağımız, amma özüm demo yazanda burada yazmışdım. Ona görə buna əlavə edirəm. Gəlin course configuration-da yazaq. Bizdə təxminən 3-4 dənə konfigurasiya olacaq yoldaşlar. Onlardan birincisi nədir? Access control allow origin ulduz. Allow method get push put delete options always. Access control headers. Allow credentials true. Okay. Allow credentials true-nu okeydir. İndi burada nədir? Birinci belə bir dənə header əlavə eləmişik. Access control allow origin ulduz always. Bu nədir yoldaşlar? Bütün originlərə biz icazə veririk. Əslində bu yenə deyirəm, yaxşı praktika deyil. Burada strict olaraq originləri qeyd eləməliyiz. Amma biz özümüz demo proyekt yazırıq deyə mən bura birbaşa olaraq ulduz vermişəm. Bu Spring-dəki eyni allow origins məntiqindən eyni şeydir. Burada metodlarımı yazmışam. Burada HTTP hansı HTTP sorğularına icazə verilsin. Onlar qeyd olunub. Get post put delete options deyə. Və əlavə olaraq allow headers-dan authorization content type deyə belə bir şey var. Bu nə edəcək? Bu headerları mən gəlməsinə, göndərilməsinə icazə verirəm. Authorization GVT token üçün istifadə olunacaq. Bir də content type, yəni Spring-dən də bildiyimiz, bizim bildiyimiz content type, yəni fayl göndərsə başqa content type göndəriləcək. Nə bilim JSON göndərsə application JSON göndərəcək, PDF göndərsə application PDF və s. Və bu konfigurasiyan belədir. Başqa nə edirik yoldaşlar? Bizim bura sorğu gəlməmişdən qabaq bura. Location və buradan. Out servisə gəlməmişdən qabaq. Yenə preflight location yazmalıyıq. Onu deyəcəm nədir? Handle preflight course request. Bizim kurslara, bizim bu API-lərə request gəlməmişdən qabaq nə baş verir? Gəlin baxaq. If request method options-dırsa, yox, deyirəm location slash-dirsə və deyirəm if
request method optionsdırsa, yine header'larımı əlavə elə. Header, access. Niyə əlavə eləmir? Çox maraqlıdır. Kömək eləmir. Access control, allow, origin, budur. Add header. Get post put delete options. Okay. Bir də burada belə şeylər əlavə elədi. Access control allow headers. Access control max age. Bunu gəlin 3600 eləyərək. Bu yoldaşlar cache mexanizmidir. Bu 3600 1 saat təxminən. 1 saat neyniyəcək? Bizim bu preflight'ın cavabı şey olacaq. Burada nədir? Sadəcə olaraq deyirəm ki, sorğu bura gəlmirsə, birbaşa olaraq slash'ə gəlirsə, yəni course sorğusundan əvvəl, yəni optionsa neyniyir? Preflight request göndərir. Bu Nginx neyniyəcək buna? Götürüb 204 return eləyəcək. Birbaşa olaraq ki, backend'ə yük düşməsin. Bunu araşdırmanda belə bir məlumat oxumuşdum. Contentin length heç bir cavab qaytarmayacaq. Sadəcə text plain charge set UTF-8 heç nə qaytarmır. Biz bunu yığışdıra da bilərik. Bunu belə saxlayıram. Və response status 204 return eləyəcək. Burada belə Nginx-in konfigurasiya faylında yoldaşlar ümumi bir şey qalmadı. Bütün demək olar ki, reverse proxy'ləri yazmışıq. Rate limitingin konfigurasiyasını yazmışıq. Hamısını yazmışıq. Bir dənə prosto sintaksi çək edirəm ki, burada mötərizələr bir-birinin içinə girməsin. Server varsa, locationlar var. Bu location. Okay, bu location. Health burada. Health'in öz şeyi yoxdur, səhv eləmişik. Bu deməli, bu niyə burada belə bir şey var? Bu olmamalıdır, normaldır. Mən bunu yazıram, bu gəlir yenə də. Status up eləyək bunu. Özü gəlir belə bir şey yaradır. Problem deyil. Status up deyirəm. Bunu sildirəm. Bu mənə lazım deyil. Bir də burada add header əlavə edirəm. Add header, content type application JSON kimi. Okay. Bizdə şey qaldı yoldaşlar. Spring-in actuatorlarını son olaraq endpointləri burada yazmaq qalır. Bir dənə location əlavə edirəm. Deyirəm AOS-un actuatoruna gəlibsə sorğu. Proxy pass verirəm. AOS servisin actuatoruna göndər. Slash. Lazım deyil. Bir də ki, Books-un actuatoruna gəlibsə də bura göndər. Okay. Və son olaraq bunu bağlayıram buradan. Bu serverin blokudur. Burada. Və neyniyəcək yoldaşlar? Biz Nginx-i qaldıranda avtomatik olaraq bu status up-ın yanında nöqtəli vergül qoymamışam. Bunu qoyaq. Avtomatik olaraq slash AOS yazanda sorğunu AOS servisə göndərəcək. Slash books yazanda sorğunu book servisə göndərəcək və s. Yəni bu formada işləyəcək. Burada məncə kifayət qədər yeni şey öyrəndik. Hansısa mövzuda qaranlıq qaldısa da kommentdə yaza bilərsiniz. Ya da ki, internetdən özünüz araşdıra bilərsiniz. Hansısa bir AI ola bilər, ya da Stack Overflow-dan və yaxud da hansı bir Medium məqalələrdən ola bilər, araşdıra bilərsiniz. Yəni belə ümumi Nginx faylımız hazırdır. Başqa burada bir şey yoxdur. Növbəti dərsdə növbəti prosesdən davam edərik. Bu Nginx Conf-un Docker faylını yazarıq.